Mən hər bir Allah Teala'nın sevgisini, razılığını uman hər bir müsəlmana, o müsəlman ki Allah Teala'nın sevgisini, razılığını umur ve Allah Teala'dan mükafat gözləyir ve Recep ayında xüsusi olarak Allah Teala'ya yaxınlaşmaq istəyir. Yani Allah Teala'nın sevgisini, razılığını əldə etmək istəyir. Və şək yoxdur ki, hər bir müsəlmanda Allah sevgisi var ve Allah Resulü sallallahu aleyhi ve selleme sevgi var ve Allah Resulü sallallahu aleyhi ve sellem her bir Müslüman için nümune olmalıdır. Çünkü Allah Teala buyurur ki لَقَدْ كَانَ لَكُمْ ف۪ي رَسُولِ اللّٰهِ اُسْوَةٌ حَسَنَةٌ. Artık sizin için Allah'ın elçisinde güzel numuneler vardır. Kimin için? لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرِ. Allah'a ve ahiret gününe iman, ümit bəsləyən herkes. O kəs ki Allah'la görüşeceğine ve kıyamet gününe ümit bəsləyir. وَذَكَرَ اللّٰهَ كَثِيرًا. Ve Allah'ı çok zikredir. Ve kim Allah'ı çok zikredirse, kim ahiret günü, kıyamet gününe ve Allah'la görüşeceği güne ümit bəsləyirsə, Allah Teala'nın razılığını umursa ve kıyamet günü Allah Teala'nın onun günahlarını bağışlamanı umursa, her bir bu vəsf olan Müslüman için Allah Resulü sallallahu aleyhi ve sellem güzel numunedir ve herkeste numune olmaya çalışmalıdır. Her bir işte, əxlaqda, davranışda, aile münasibətlərində, ticarette, namazın qılınma formasında ve həmçinin oruc ve bütün ibadetlerinde, hac olsun, Ramazan ayı olsun, her bir işte, her bir Müslüman, Muhammed Resulullah diye herkes Allah elçisi sallallahu aleyhi ve sellem özüne numune götürmelidir. Çünkü əməlin qəbul olunması için şərtlərdən də birisi, o əməl Peygamber sallallahu aleyhi ve sellemin yoluna, onun sünnəsinə müvafiq olması şərtdir. Birinci şərt Allah için olmalıdır. Ettiği əməl ibadet, yani kimse görsün, kimse razılığı için yok ve yaxud da dünyavi hər hansı mənfəət için yok. Allah Teala'nın razını əldə etmək üçün, Allah'ın əmrini yerinə yetirmək üçün, Allah Teala əmr edib diyə etmək ve qadağan olunan şeyi de Allah Teala qadağan edib diyə tərk etmək. Ve ikinci şərt də Peygamber sallallahu aleyhi ve selleme tabiçilikdir. Ve bizim indi olduğumuz bu ayda, bu Recep ayı da Allah Teala'nın haram ettiği aylardan 4 aydan birisidir. Hansı ki 4 haram ay var. Zulqa'de, Zülhicce, Muharrem, bunlar üçü. Bunlar üçü ardıcıldır ve bir de ki Recep ayrıdır. Yani bu üçünden ayrıdır. Çünkü Zulqa'de, Zülhicce bunlar Muharrem ayı ardıcıldır ve bunlardan evvel ise Recep ayı ayrıca tek gelir. Ve bunlar da haram aylardır. Allah Teala bu ayları haram ay etmiştir. Bu aylarda dövüşmek, vuruşmak haramdır. Ve Allah Teala buyurur: "İnne iddete şuhur indallahi 12 şehran fi kitabillah." Hakikaten Allah yanında ayların sayı göğleri ve yeri yaradan günden beri Allah'ın kitabında 12'dir. Ve bunlardan 4'ü haram aydır. Ve her bir Müslümana da vacipdir ki bu aylarda ve hemçinin başka aylarda da Allah'ın dini, şeriat, İslam neyi sabit edipse, neyi bildiripse o haddi aşmasın. Hər hansı bir ayda, hər hansı gündə və da hər hansı həftədə heç kəsdə Allah Teala ixtiyar, icazə verməmişdir ki bu günler, bu aylarda hər hansı bir ibadeti xüsusiləşdirsin. Əgər Qur'andan və səhih hədislərdən dəlili, sübutu isnad etdiyi bir dəlili yoxdursa, heç kəsə halal deyil ki bu günler, bu aylarda hər hansı bir ibadeti xüsusiləşdirsin. Və ümumiyyətlə Rəcəb ayında
ibadət, Rəcəb ayını xüsusiləşdirmək İslamdan öncə cahiliyyə dönəmində müşriklərin adəti idi. Onlar Rəcəb ayını təzim edirdilər. Rəcəb ayını orucla xüsusiləşdirirdilər. Və alimlər deyir ki, Rəcəb ayını orucla xüsusiləşdirmək, bu barədə olan hədislər hamısı ən yaxşı forması zəifdir və çoxsu da qondarmadır. Yəni, dəlil kimi tutarlı, səhih hədis yoxdur. Və hətta alimlər deyir ki, fəzilətli əməllər babından hətta zikr eləyəsi zəif hədis də yoxdur. Çünki çoxusu qondarma, Allah Resulü sallallahu aleyhi ve sellem adına yalandan uydurulan hədislərdir. Və Ömər radiyallahu anh Rəcəb ayında insanların əllərini vururdu ki, onlar yemək yesinlər deyə. Rəcəb ayında və deyərdi ki, bu ayı Ramazan ayına oxşatmayın. Və deyərdi ki, Rəcəb ayını cahiliyyə dönəmindəki insanlar təzim edərdilər. İslam gəldikdən sonra tərk olundu. Və Rəcəb ayında da bəziləri müəyyən formada namaz qılırlar və bu namazda rəğaib namazı adlandırırlar. Rəcəb ayı girdikdə ilk cümə gecəsi məğrib işarəsi bu namazı qılırlar. Və bu da elm əhlinin ittifaqı ilə sonradan dinə əlavə olunan, dində olmayan işlərdəndir. Və bu da hicri ilə hicrətin 4-cü əsrindən sonra ortaya çıxmışdır. 400-cü illərdə. İmam Ən-Nəvavi rahimehullah, İmam Nəvavidən soruşulanda rəğaib namazı haqqında ki, bu sünnədirmi, fəzilətdirmi, yoxsa bidətdirmi? Və İmam Nəvavi rahimehullah deyir ki, bu pis, münkər bidətdir. Özündə münkərləri şamil edən bir bidətdir. Və sonra deyir ki, hər bir müsəlmana onu tərk etmək vacibdir. Və onu edənə də inkar etmək müsəlmana vacibdir. Və sonra İmam Nəvavi deyir ki, yəni bu namazı, bu ibadəti edənlərin sayının çoxluğu ilə aldanma. Hansı ki, çox ölkələrdə bu namaz qılınır və həmçinin sonra deyir ki, müəyyən kitablarda bu ibadətin zikr olunması ilə də aldanma. Qutul Qulub, İhya Ulumuddin bu kitablarda və bunu bənzər kitablarda və sonra deyir ki, bu batil bir bidətdir. Və sonra İmam Nəvavi Peyğəmbər sallallahu aleyhi ve sellem'dən hədislər zikr edir. Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem demiştir, Mən əhdəsə fi əmrinə hədə mə leysə minhu fəhvə raddun. Kim bizim bu dinimizdə ondan olmayan bir şey törədərsə rədd olunar. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem demiştir, Mən amilə əmələn leysə aleyh əmrunə fəhvə raddun. Kim bir əməl edərsə bizim əmrimiz olmayan rədd olunar. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem deyərdi, Kullu bid'atin dalalə, hər bir bidət, sonradan dinə əlavə olunan, ortaya çıxan hər bir şey zəlalətdir. Və Allah Teala da, yəni hər hansı bir məsələdə ixtilaf oldusa əgər, Allahın kitabı və Allah Resulü sallallahu aleyhi ve sellem sünnəsinə, hədislərinə qayıtmağı əmr etmişdir. Və Nisə surəsi 59-cu ayədə Allah Teala buyurur, فَاِنْ تَنَزَعْتُمْ ف۪ي شَيْءٍ فَرُدُّهُ اِلَى اللّٰهِ وَالرَّسُولِ İn kuntum tu'minun billahi vel yevmil ahir. Əgər hər hansı bir şeydə ixtilaf etsəniz, onu Allaha və Rəsula qaytarın, əgər Allaha və axirət gününə inanırsınızsa. Və Allah Teala cahillərə qayıtmağı əmr etmir. Cahillərə tabi olmağı əmr eləmir. Bu da İmam Nəvavinin sözləriydi bura kimi. Və İbn-i Nəcəb rahimehullah 8-ci əsrdə yaşayıb
Və deyir ki, Rəcəb ayında xüsusi bir namaz barəsində səhih dəlil yoxdur. Rəğaib namazının fəziləti haqqında rəvayət olunan hədislər, yəni ilk cümə gecəsi qılınan hədislər, İbn Rəcəb Rəhməhullah deyir ki, yalandır, batildir və səhih deyildir. Və bu namaz da cumhur alimlərə görə bidətdir. Və sonra deyir ki, sonraki alimlərdən də bunu zikr edən Əbu İsmail Ənsari, Əbu Bakr İbn Əs-Səm'ani və s. insanları zikr edir. Və sonra deyir ki, mütəqəddimlərdən, keçmiş alimlərdən nə üçün bunu zikr ediblər? Çünki bu 4-cü əsrdən sonra çıxmışdır. Keçmiş mütəqəddimlər bu barədə bilməyiblər. Onlar ona görə də danışmayıblar. Və əgər bu ümmətin əvvəlində sahabələr, tabiinlər, onlara tabi olan ətbə-i tabiinlər və böyük imamlar, Əbu Hanifə, İmam Malik, İmam Əhməd, İmam Şafi, bunlar bu barədə danışmayıblar, buna əməl etməyiblərsə, sonra gələnlərə də bunu tərk eləmək vacib olur. Və bəzən də olur ki, Rəcəb ayında bəzi insanlar Mədinə şəhərinə gedir, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəhərinə gedir, oranı ziyarət etmək üçün və adlandırırlar Rəcəbiyyə ziyarəti. Və deyirlər ki, iddia edirlər ki, bu sanki sünnədir, halbuki bunun əsli yoxdur. Və Allah Resulü sallallahu aleyhi və səlləm məscidi, yəni səfər olunan 3 məsciddən birisidir. Lakin müəyyən ayda, gündə, həftədə onu xaslaşdırmaq, xüsusiləşdirmək, yəni şəriətə müvafiq olmayan əməllərdəndir. Xüsusi dəlilə ehtiyac var və səhih dəlil də yoxdur. Və xüsusiləşdirərək bu ayda Peyğəmbər sallallahu aleyhi ve sellem şəhərini ziyarət eləmək dində olmayan işlərdəndir. Və bəzi insanlar da Rəcəb ayının 27-si gecəsi sanki bir məclis qurur və etiqad edirlər ki, bu gecə İsra gecəsidir, Meyrac gecəsidir. Və bu gecədə müəyyən tədbirlər edirlər, bəzi qəsidələr söylürlər, müəyyən kəlmələr deyirlər, təriflər olunur. Halbuki bu fəzilətli əsrlərdə yaşayan insanların etmədiyi şeylərdir. Nə səhabələr, nə tabiinlər, nə ki, onlardan sonra gələn ətbə-i tabiinlər. Və alimlər deyir ki, yəni keçmiş, yəni ilk fəzilətli dövrlərdə yaşayan müsəlmanlar İsra gecəsini qeyd eləməsi olmamışdır. Və İsra gecəsini başqa gecələrdən üstün tutmamışdılar. Və xüsusən də Qədri gecəsindən üstün heç tutmamışdılar. Nə sahabələr, nə tabiinlər, nə də ki, onlara gözəl şəkildə tabi olanlar İsra gecəsini müəyyən iddia olunan işlərlə xüsusiləşdirməmişlər. Və həmçinin sonra deyirlər ki, İsra gecəsi hələ 27-ci gecə olarsa, bu fərziyyə ilə olsa belə. Halbuki, yəni İsra gecəsinin hansı gecə olması haqqında da ixtilaf var. Və bilinməlidir ki, Allah Resulü sallallahu aleyhi və səlləmə həqiqi şəkildə sevgi, ona tabi olmaq və onu dəyərləndirmək Allah Resulü sallallahu aleyhi və səlləmin yoluna tabi olmaqlandır. Onun etdiklərini etmək və tərk elədiklərini tərk eləməklə olur. Və kim də buna bir şey artırar və yaxud da naqisləşdirərsə artıq Allah Resulü sallallahu aleyhi və səlləmə tabiçilik payından nəsə bir şey azaltmış və yaxud da artırmışdır. Və Allah Teala buyurur: "Ya eyyuhellezine amenu
La tuqaddimu beyne yedeyillahi ve rasulü. Ey iman getirenler, Allah ve Resulünün karşısına, yani sözünün karşısına söz koymayın. Vettekullaha innallaha semi'un alim. Ve Allah'tan korkun. Allah'a karşı gelmeyin. Emirlerini yerine getirin. Qadağanlardan uzak durun. Ve bilin ki hakikaten Allah Teala her bir şeyi işidir ve her şeyi bilir. Ve Allah Resulü sallallahu aleyhi ve sellem'den çok sayılı hadisler varid olmuştur ki yani sünneye, onun yoluna tabi olmağa emredir ve bid'atten de bütün növleriyle, bütün bid'atlerden çekindirir. Ve bu hadislerden de İbad-ı Misariye deyir, Allah Resulü sallallahu aleyhi ve sellem fecr namazını, yani sübh namazını kıldı ve sonra bize taraf çevrildi ve bize tesirli muize etti. Ve bu muizeden gözler yaş akıttı, kalpler titredi ve dedi ki Allah'ın elçisi, sanki bu vidalaşan insanın muizesidir. Bize tavsiye elə, bize vəsiyyət elə. Ve Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, "Usikum bi takvallahi ve sem'i ta'a." Ben size Allah'a karşı təqvalı olmaq, Allah'tan qorxmaq, əmirlərini yerinə yetirib qadağanlardan çəkinməyi tövsiyə edirəm və eşidib itaat etmək, yəni əmir sahibləri, başçılar, dövlət başçısına eşidib və itaat etməyi tövsiyə edirəm. Hətta Həbəşi, kölə bir qul olsa da belə sizin başınızın üstündə. فَاِنَّهُ مَنْ يَعِشْ مِنْكُمْ فَسَيَرَا اِخْتِلَافًا كَثِيرًا. Həqiqətən kim çox yaşayacaqsa o çoxlu ixtilaflar görəcək. Yəni məndən sonra Allah Resulü sallallahu aleyhi ve sellem bildirir ki özündən sonra kim yaşayacaqsa o çoxlu ixtilaflar görəcəkdir. Və sonra yəni bu ixtilafların baş verəcəyini xəbər verir və deyir ki, yəni məxrəc nədir, çıxış nədir ixtilaflar vaxtı. فَعَلَيْكُمْ بِسُنَّتِي وَسُنَّةِ الْخُلَفَاءِ الرَّاشِدِينَ الْمَهْدِينَ. Siz mənim yolumdan və hidayət olunan, doğru yolda olan rəşidi xəlifələrin yolundan bərk tutun. Fətəməssəku bihə, bundan bərk yapışın. Və addu aleyhə bin nəvaciz, və azı dişlərinizlə, arxa dişlərinizlə bərk tutun. Və iyyəkum və muhtəsətil umur, və sonradan yeni çıxan dində, yeni törədilən işlərdən çəkinin. Fə innə kullə muhtəsətin bid'a, və həqiqətən hər bir yeni törədilən, dinə əlavə olunan hər hansı bir ibadət, yeni bir iş bidətdir. Və innə kullə bid'atin dalalə, və hər bir bidət də zəlalətdir. Deməli, bu hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim yaşayacaqsa məndən sonra çoxlu ixtilaflar görəcəkdir. Deməli, ixtilafların olacağı labüddür. Ümmətdə ixtilaf, parçalanma olacaqdır. Yəni Allah Resulü sallallahu əleyhi və səlləm xəbər vermişdir. Və bu ixtilaf, bu təfriqəçilik, bu parçalanmada məxrəc, salamatlıq, yəni ixtilafdan, parçalanmadan salamat qalmaq üçün yol iki şeyləndir. İki əsas, əzəmətli, möhkəm işləndir. Mütləq olmalı. Birincisi, Allah Resulü sallallahu aleyhi və səlləmin yolundan bərk tutmaq və səhabələr, rəşidi xəlifələrin yolu, hansı ki, rəşidi xəlifələrin yolundan bərk yapışmaq da Peyğəmbər sallallahu aleyhi və səlləm yolundan bərk yapışmağa aiddir. Və ikincisi isə dinə sonradan əlavə olunan bidətlərdən uzaq durmaq. Hər bir bidət zəlalətdir. Və bu işin əzəmətli olmasına görə və məsələnin ciddi olmasına görə və insanlar bu işi düzgün, doğru anlasınlar deyə və bunun zəruri olması üçün Allah Resulü sallallahu aleyhi və səlləm hər xütbədə cümə günləri bunu insanlara çatdırardı. Və deyərdi ki, əmmə bə'd, amma sonra فَإِنَّ خَيْرَ الْحَدِيثِ كِتَابُ اللّٰهِ. Həqiqətən sözün ən xeyirlisi Allahın kitabıdır. Və xayrəl hədyi hədyu Muhammedin sallallahu aleyhi və səlləm, və ən xeyirli yol Muhammed sallallahu aleyhi və səlləmin yoludur. Və şərrəl umuri muhtəsətuhə, və işlərin ən şərliləri, sonradan çıxan, dinə sonradan əlavə olunan, sonradan törədilənlərdir.
ve kulle bid'atin dalale ve her bir bid'ət də zəlalətdir. Və əgər belədirsə, bizə hər müsəlmana, Allah Resulü sallallahu aleyhi və səlləmi sevən hər müsəlmana vacibdir ki, Allah Resulü sallallahu aleyhi və səlləmin yolunu öyrənsin. Onun ibadətini hansı vaxtlarda və necə ibadət etmişdir, necə davranmışdır, necə ticarət etmişdir, hər bir şeyi öyrənsin və onun yolunda dayansın və həddi aşmasın. Çünki insan əgər dində olmayan bir şey edərsə və yaxud da dində olmayan hər hansı bir şeyi özü kimdənsə eşidərək, görərək təkrarlayarsa, artıq Allah Resulü sallallahu aleyhi və səlləmin yolundan çıxır və ona qarşı ədəbsizlik etmiş olur. Və Allah Resulü sallallahu aleyhi və səlləm bildirdiyi kimi hər bir bidət də zəlalətdir. İnsanı zəlalətə aparır. İnsanı uçuruma aparır. Əlavə olaraq Rəcəb ayı, yəni ilin aylarından birisidir. Və insan əgər oruç tutmaq istəyirsə, əlavə nafilə oruç, yəni bu nafilə oruç ilin hər ayında tutmaq olar. Yalnız Ramazan ayı və bir də ki bayram günləri və həmçinin təşrik günləri, yəni həc edən insan həc edir, bayram, yəni qurban bayramı olur və sonra təşrik günləri, 3 gün təşrik günləridir və bu təşrik günlərində oruç tutmaq qadağandır və həmçinin tək cümə günündə qadağandır və bir də ki 6-cı gün oruç tutmaq da yəni tək olaraq qadağandır və həmçinin yanaşı tutmaq da ixtilaf alimlər arasında. Bu da yəni bilinən məsələdir. Qalan vaxtlarda isə insan nafilə oruç tuta bilər. Və bəzi vaxtlarda daha təkidli olur. Nə vaxt daha təkidli, daha üstün, daha əfsəl olur? O zaman ki Allah Resulü sallallahu aleyhi və səlləm həmən vaxtlarda tutmuşdur. Məsələ yenə qayıdır Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçiliyə. Yəni, nə vaxt nafilə oruç daha üstün, daha fəzilətli olur, o zaman ki Peyğəmbər sallallahu aleyhi və səlləmin tutduğu vaxta uyğun gələr. Və bundan da bilinir ki, yəni kim cənnət istəyirsə, cənnətin yolu Peyğəmbər sallallahu aleyhi və səlləmə tabiçilikdədir. Və bu yola insan tabi olarsa, Peyğəmbər sallallahu aleyhi və səlləmə uyğun olarsa, əməlləri onun əməllərinə uyğun olarsa, onda onun əməli qəbul olunar. Allah yanında məqbul əməllərdən olar. Və Allah Resulü sallallahu aleyhi və səlləm də 1-ci, 4-cü gün oruç tutardı və həmçinin ayda 3 gün oruç tutmağa rəğbətləndirmişdir. Və kimsə il boyu tutursa, 1-ci, 4-cü gün və yaxud da ayda 3 gün və Rəcəb ayına da gəlib çatdısa əgər, və Rəcəb ayında da insan nizamla il boyu tutur, tərtiblə tutur, Rəcəb ayında yenə davam edir, bu nizamı pozmur, yəni Rəcəb ayıdır deyə xüsusiləşdirmir. Əbu Qatədə Ənsari radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem'dən soruşdular 1-ci gün, həftənin 1-ci gün, bazar ertəsi gün orucu haqqında və buyurdu ki, fihi vulidtu, mən o gündə doğuldum. Və fihi unzilə aleyyə və o gündə mənə Quran nazil edilmişdir. Yəni kim Allah Resulü sallallahu aleyhi ve sellem sevirsə və Peyğəmbər sallallahu aleyhi ve sellemin həqiqi mövlidi, hansı ki mövlid doğum günüdür, kim Peyğəmbər sallallahu aleyhi ve sellemin mövludini həqiqi haqq şəkildə keçirmək, qeyd eləmək istəyirsə, Peyğəmbər sallallahu aleyhi ve sellem mövlidi doğum günü bazar ertəsi gün, 1-ci gün olmuşdur. Və Allah Resulü sallallahu aleyhi ve sellem 1-ci gün Allaha şükür olaraq oruç tutardı. Və kim də həqiqi Peyğəmbər sallallahu aleyhi ve sellem mövlidinə dəyər vermək istəyirsə, Allaha şükür olaraq bugün oruç tutmalıdır. Və yenə Ayşə radiyallahu anh deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem həftənin 1-ci və 4-cü günləri xüsusi oruç tutardı. Və bir də ki, hər ayda 3 gün. Əbu Zər radiyallahu anh deyir, Allah Resulü sallallahu aleyhi ve sellem dedi ki, İdə sumtə şeyə min şəhri, əgər aydan hər hansı bir günlərdə oruç tutsan, fəsum thələthə aşərə, onda 13'ü tut,
14'ü tut ve 15'i tut orucu. Hicri takvimiyle hicri aylarında ayın 13'ü, 14'ü ve 15'i tutmağa Allah Resulü sallallahu aleyhi ve sellem rağbetlendirmiştir. Ve ümumen her aydan 3 gün oruç tutmak ise ister ayın evveli, ister ortası, isterse de ahir olsun. Bu Peygamber sallallahu aleyhi ve sellemin yoludur, onun sünnesidir. Ve hadiste de gelir ki Muazete el-Adaviyye Ayşe radıyallahu anh'den müminlerin anası Peygamber sallallahu aleyhi ve sellem zövcesinden soruşur ki Allah Resulü sallallahu aleyhi ve sellem her ayda 3 gün oruç tutardı mı? Ve Ayşe radıyallahu anh diyor ki beli, ve dedim ki ayın hansı günler oruç tuturdu? Ve Ayşe radıyallahu anh dedi ki lem yekun yubali min eyyi eyyami şer yasum. Diyor ki Allah Resulü sallallahu aleyhi ve sellem ayın hansı günlerinde oruç tutmağına mehel koymaz. Yani hansı günler olmazsa fark koymadan 3 gün oruç tutardı. Ve hemçinin bir gün oruç tutup bir gün tutmamak, bu da eğer bir insanın adetindendirse, necə ki Sahih Buhari Müslim'de rivayet olmuştur. Abdullah ibn Amr ibn Aslan ki Allah Resulü sallallahu aleyhi ve sellem diyor ki Allah'a en sevimli namaz Davud Aleyhisselam'ın namazıdır ve en sevimli oruç da Davud orucudur. Kâne yenâmu nisfelleyl, gecenin yarısını yatardı. Yakumu thuluthahu, 3'te birini namaz kılardı. Yenâmu sudethu, 6'da birini yatardı. Ve bir gün oruç tutardı, bir gün ise iftar ederdi. Ve bu günlerde kimse tutursa hususi olarak her ayda tutur, farkı yoktur. Recep ayı olsun veyahut da başka aylar olsun. İster adeten tutsun veyahut da adet edemeden. Ve Ramazan ayından evvel özünü oruca verdiş ettirmek için insan bu günlerde tutursa onun için de icazelidir. Ve bir de gelir ki bəs Recep ayında artırmaq olar mı? Xüsusi etiqadla Recep ayında xüsusi etiqad ederek orucu və yaxud da hansı bir ibadeti artırmaq olmaz. Və bu barədə gələn istər oruc olsun, istər namaz olsun, bu barədə varid olan hədislər alimlər deyir ki, ya zəifdir ya da ki qondarma Allah Resulü sallallahu aleyhi ve sellem adından yalandır. Ve xulası olarak da bu ayda xüsusi bir ibadet, xüsusi bir oruc yoktur. Ve İmam Nevavi rahmetullah deyir ki Recep ayı başka ayların hükmü kimidir. Recep'de oruç hakkında xüsusi bir delil sabit olmamıştır. Ümumi ibadettir ki başka vaxtlarda eləyirsə insan bu ayda da eləyir və Allah Teala'dan istəyirəm ki bizə hər məsələdə haqqa, doğruya müvəffəq eləsin. Ve Allah Teala bizi öz dininde sabit etsin. Allah size de bereket versin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.